Hər axşam bunlar sizə tövsiyəmdir. Mən dəstur eləməli deməyə heç layiq deyiləm. Amma mən bunu eşitdiklərim də deyirəm sizə. Mən layiq deyiləm bu şeylərə. Allah and olsun. Sadəcə olaraq hər axşam misal üçün Vaqiə surəsi oxumaq. Qorxuram deyəm ki, bir dənə dəstur eləməli var, qoy deyim də gəlmişkən. Deyir ki, 14 gün ərzində bunu eləyin. Başlayın birinci gündən. Birinci gündən yox. Bəli, birinci gündən. Birinci gün axşamdan elə bil. Ya qoyun dəqiq deyim sizə, çaşdıraram. Bazar gün axşamdan başlayın. Bir dənə Vaqiə surəsi oxuyun. İkinci gün 2 dənə, üçüncü gün 3 dənə, dördüncü gün 4 dənə, 14 gün, 14-cü gün 14 dənə. Bəziləri yəni, lap ağ elədin. İndi fürsətdə dedin, yaxşı 14 dənə eləmirsiniz, bir dənə gecəyə, hər gecə bir dənə Vaqiə surəsi oxuyun. Hər gecə bir dənə Vaqiə surəsi oxuyun, hər gün bunu davam eləyin. Görün ki, çətinliyə yox, çox asandır. Əllamə Əminidən o gün, cümə günü danışdım. Əllamə Əmini özü Əl-Qədirin müəllifidir. Deyir, 40 gün gəldi İmam Rıza əleyhissalama, qonaq qaldı, Məşəddə dedi, 40 gün qalacam. 40 günə 40 min rükət namaz qıldı İmam Rızaya hədiyə, dedi, heç mükafat da istəmirəm. Bunu İmam Rızaya hədiyə gətirmişəm, hərçənd ki, mükafatı gələcək, sən istədin, istəmədin. 40 min rükət günə eləyir, 40 günə 1000 rükət də elədi. 1000 rükət. Mən demirəm, amma birdən belə başlayaq ki, mən Əllamə Əminiyəm, 40 min, yox. Amma demək istəyirəm ki, adamlar var ki, bax, amma bekar da deyir, deyəsə, bekar adam deyir, oğlu deyir, 16 saat işləyir gün ərzində. Əksinə, belə adamlar bekar deyir. Bekar bir sən hansıdır, nə bunu eləyir, nə onu, elə bekar gəzir. Belə deyən ki, əşi, bekarıq da, indi bütün gün namaz qılaq, yox, bu adamların heç biri bekar olmayıb. Hər işi də çatdırıblar. Hər işi də çatdırıblar. Mən sizi çətin ibadətlərə salmaq istəmirəm. Valla qayda kimi deyirəm bunu ki, hərdən bir bəzi o çətin əməlləri eləyin ki, gözümüzü qorxudan o tərəfi var. O ki, psixoloji baryer sınsın, ona görə deyirəm. O baryer uçulsun ki, bu çox çətin şeylər deyil. Bunları eləmək mümkündür. Çox asandır. Həyatlarında oxuyursan, sübh namazını deyir, qılır, qunutu başlayır namazın. Düz azanda namazı başlayır. Qunutu o qədər çəkir ki, namaz qəzaya qalmağa 5 dəqiqə qalmış, sübh namazını bitirir. 2 saat çəkir, saat yarım çəkir. Görürsən, çox da asan gəlir onun üçün. Çox da rahat gəlir.